Söz təhrifi yoxdur. Məna təhrifi var. İndi gətirin bu təhrifi izah verək görək. Təhrif kəlməsinin bu dediyimiz izahla əlaqəsi nədir? Təhrif nədən götürülüb? Hərfdən. Hərf nədir? Kənar, qıraq, kəndar. Təhrif nədir? Aha. Təhrif yəni Quranın, ayənin, təhrifin mənası budur. Həqiqi mənanı götürdün, itələdin, kənarlaşdırdın, çəkdin, qoydun qırağa. Qoydun kəndara. Öz istədiyin fikir gətirdin, qoydun niyə? Ortaya. Bu oldu nə? Təhrif. Təhrif bu oldu. Quranın mənasını, izahını götürdün, çəkdin, qoydun qırağa, öz istədiyini başladın izah verməyə. Təhrif. Namaz nədir? Məsələn, namaz düzdür, orada səlatdır. Amma dua mənasındadır. Duadır, öz dilində də oxuya bilərsən. Oldu nə? Təhrif.